Mənə deyə bilərsiniz ki, bir qeyrətlərin, ev yıxan ifritələrin cəzasını insanların öz aralarında verməsi öz başınalıqdır və əsl xaos yaradar. Amma bilin ki, əsl xaotik vəziyyət elə o qanunlar peyda olandan sonra başladı. Çünki qanunla birini ağır şəkildə təhqir etdikdə və ya fiziki xətər yetirdikdə mühakimə olunursunuz. Amma bir adam əxlaqsızdırsa, satqındırsa, şərböhtancıdırsa, sistemin qanunlarındakı boşluqlar ucbatından onu mühakimə etmək üçün ciddi səbəb tapılmır. Halbuki əsl cinayətlər və bəlalar məhz həmin o mühakimə olunmayan, toxunulmaz qalan adamların ucbatından baş verir. Anlayın, qanun heç kimi, heç kimdən qorumur. Heç bir qanun hər bir insanın başına bir polis dikib, onu 7-24 müdafiə etmir. Qanun sadəcə cinayət törətməyi kağız üzərində qadağan edir. İstəyən o qadağanı pozub sizə fiziki və ya mənəvi xətər yetirə bilər. Qanun sizi qorumur. Sadəcə başınıza bəla gələndən sonra hadisə yerinə gəlir. Ən böyük ədalətsizlik isə budur. Siz cinayətə, təhqilə, mənəvi qəsdən məruz qaldıqda tək qalırsınız. Amma qisas almağa cəhd etdikdə qanun mütləq sizi tapır və mühakimə edir. Əgər qanun məni qisas aldığıma görə mütləq şəkildə həbs edirsə, onda məni 24 saat boyunca mütləq şəkildə də qorumalıdır. Əgər qanun məni cinayətdən qoruya bilmirsə, onda mən cinayətə məruz qaldıqda qisasıma və yaxud da mənə xətər yetirən adama cəza kəsmək istəyəndə mənə mane olması elə ən böyük haqsızlıq və sistemin ən qaranlıq boşluğu deyilmi? Mənim bu qənaətə gəlməyimin əsas səbəbi qanunun cinayətkar hesab etmədiyi, lakin böyük faciələrə səbəb olan insanların vətəndaş cəzasına məhkum edilməməsidir. Hər sistemin gücü həm də onun nöqsanıdır. Qanun sənə cinayəti qadağan etdiyi kimi, qisası və yaxud da ki, elə bir cəza deyək, onu da səni icra etməyinə qadağan edir. Təsəvvür edin ki, sistem öz aralarında sivişib, gəzən əxlaqsızları, sözbazları və mənəvi qatilləri ciddi sübut tapılmadı deyə mühakimədən yayındırıb, onların cəzasını zərər çəkən vətəndaşın öz öhdəsinə buraxsaydı necə olardı? Çünki bir alçağın qorxduğu şey polis deyil, cinayəti etdiyi adamın cəzanı özü kəsməsidir. Hakim zərər çəkən deyil, o sadəcə qanun məcəlləsinə baxan bir mühasibdir. Hakimə rüşvət verə bilərsən, hakimə aldada bilərsən, amma hökmü zərər çəkən özü verəcək təqdirdə cinayətkar layiq olduğu cəzanı mütləq alacaqdır. Mən sistemin ədalətini tamamilə rədd etmirəm, amma bilin ki, əgər zərər çəkənə və cəmiyyətə əxlaqsız vətəndaşı cəzalandırmaq haqqı verilsəydi, hər bir cinayətkar dəfələrlə düşünməli olardı. Bu, alçaqlar üçün dünyanın ən təhlükəli bir cəmiyyəti olardı. Çünki cəzanı ancaq məhkəmənin verdiyi sistemlərdə alçaq cinayəti edib sonra nəticəsini düşünür. Amma zərər çəkənin öz əli ilə cəza vermək haqqı olanda və bu ailənin mənəvi müdafiəsi sayıldıqda, həmin alçaqlıq heç kəsin ağlının ucundan belə keçməz. Bəzən adi bir söz, kiçik bir göz qırpımı, bircə nifaq toxumu bütün bir ailənin qətlinə, namus davasına səbəb olur. Siz qeybət edəndə, kimsəyə söz atanda, cinsi istək üçün padxod edəndə və ya pis niyyətli diyaloqlar quranda sizi məhkəməyə verməzlər. Çünki qanun üçün ortada ciddi səbəb yoxdur. Amma unutmayın, bir kibritin odu bütün meşəni yandırdığı kimi o bərbad fəlakətlər də məhz məsuliyyətə cəlb edilməyən, görünməz qalan o kiçik cinayətlərdən cüzərir. Qanun həmişə cinayət olanda meydana çıxır, amma cinayət cüzərəndə heç vaxt işə qarışmır. Əslində qanunun bunu etməsi qeyri-mümkündür, lakin o cinayətin cüzərməsi sadə insanların gözü qabağında baş verir. Qanun isə bu inkişaf mərhələsində səni hətta bir şillə vurmaqdan belə məhrum edir. Yəni, qanun hadisənin olur mərhələsinə yox, oldu nəticəsinə qarşıdır. Belə çıxır ki, qanun olura yox, olduya gəlirsə, o cinayəti elə də önləmir. Əgər qanun cinayətin olur vəziyyətinə müdaxilə edə bilmirsə, onda o cücərtiyə şahidlik edən insana qisas və ya cəza həmləsi haqqı verməlidir. Sən ancaq fiziki hücuma məruz qaldıqda cavab verə bilərsən. Amma qarşındakı alçağın niyyətini hiss etsən belə, qabaqcadan tədbir görməyə haqqın yoxdur. Bu ədalət deyil, bu qurbanın öz qatilini gözləməyə məhkum edilməsidir. Qanun cinayətin qarşısını almaq üçün deyil, sadəcə cinayəti cəzasız qoymamaq üçün işləyir. Çünki qanun hadisə bitəndən sonra səhnəyə çıxır. Lakin vətəndaşın qeyri-fiziki hücumdan mənəvi qəsdə özünü müdafiə haqqından istifadə etməsi baş verəcək cinayətlərin elə həmin cinayətkarların, həmin o əxlaqsızların, pis
psixologiyasında bloklanması ilə nəticələnir. Hüquq sistemini aldatmaq, rüşvətlə və ya boşluqlarla yayınmaq mümkündür. Amma zərər verdiyin insanı aldada bilməzsən. Vətəndaşın cəza vermək haqqının legitim olması gələcəyin təqsirkarını psixoloji səviyyədə tamamilə təchiz etdirir. O bilir ki, qanun bəlkə də onu xilas edə bilər. Amma zərər çəkənin əli onu tapacaq. Bu ən böyük ibrətdir. Mən bu sözləri boş yerə demirəm. Uşaqlıqdan görmüşəm böyük dediyimiz kişilərin başqalarının namusunu necə istismar etdiklərini, bununla necə fəxr etdiklərini və gənclərə necə pis nümunə olduqlarını. Hər şeyi alt-üst edib, sonra rahatca gəzən o adamlar cəzalandırılmalıdır. Hər pis düşüncədə olan adam başa düşməlidir ki, qanun onu zərər çəkənlərindən xilas etməyəcək. Qanun ancaq təsadüfən orada polis olanda müdaxilə edə bilər. Amma vətəndaşın mənəvi hücuma qarşı əks həmləsi cinayəti hələ düzəlməmiş beyindən məhv edir.